Dostlar, axşamınız xeyir olsun. Sizin suallarınızla əlaqəli açacağım. Abunəçilərimin sualı ilə əlaqəli açıram bugün. Sirlər açılacaqmı? Baxarım, görəyim. Sirlər açılacaqmı? Üç variant olacaq. 2, 3. Bir, iki, üç variantı dostlar. Sirlər açılacaqmı? Belə götürüm. Eğer bir sirri iki nəfər bilirsə, mütləq açılacaq. Çox böyük ehtimal ki, tezi geci var. Sadəcə. Tak. Bəli, burada xəyanət mövzuları ola bilər. Kimsə düşünür. Kimsə busur, güdür, fikir verir. İki fikirli bir adam da var burada. Bəlkə nəyisə kiməsə bildirmək istəyir. Gizlindən, nəsənsə yollarla. Kalibaniyalar edir belə. Burada sirlər açılmalıdır. Bəli, xəyanət mövzususa sirlər açılmalıdır burada. Açılasıdır burada. Birinci variant. Burada sirlər açılasıdır. Bəli. Kimsə əsəbləşəsidir, nervlənəsidir. İmpulsivni bir addım olasıdır. Burada sirlər açılacaq. Birinci variantda. Özü burada daha çox sevgi mövzularıdır. Üçbucaq mövzularıdır. İkinci variantda sirlər açıla bilərmi? Bəli, əlbəttə burada səhvlər olasıdır. Burada nəyinsə müqabilində nələrsə eləyirlər. Ola bilər görüşürlər, nəsə də belə bir şeylər var. Kimsə gedibdir buradan. Və burada səhvlər var. Səhvlər olduğuna görə səhv atma olur. Burada hardasa o deyir, quş buraxacaq. Kimi tutmuşsunuzsa burada həmin adam mütləq səhvlər edən adamdır. Və onun sirri də açılacaq. Bəli, burada açılacaq sirlər. Və burada maddiyyatla əlaqəli çıxır. Daha çox borc mövzuları ola bilər. Kimsə gizlindən borc götürər, borc verər. Nəsə də bu temalar, daha çox bu tema gəlir üçüncü varianta. Burada açıla bilərmi bu sir? Telefonla. Kimsə kiməsə nəsə deyəcək burada. Bəli, 100%. Burada telefonla, internetlə nəsə deyiləsidir. Üçüncü variantda. Açılasıdır. Burada da sirlər açılacaq. Biraz gec ola bilər, amma açılacaq üçüncü variant. Bax, belə qısa bir video çəkdim dostlar. Çünki belə suallar biraz, necə deyirlər, qeyri-adi suallar, başqa cür sual verilib baxılmalıdır əslində bura. Amma indi mən qısa və konkret bu dəqiqə sizə dedim ki, bəli, bu üç variantın üçünü də tutanlara aiddir ki, buradakı sekretlər açılacaq mütləq. Sadəcə tezi geci var.